Salam dostlar, bu videomuz 25 may 2025-ci ildə ikinci qruplar üçün keçirilmiş blok imtahanı ilə əlaqədardır. Düzdür, bu imtahanda 3-cü qrupda və 2-ci qrupda bu illərim xeyli səhv suallar oldu. DİM tərəfindən də bu suallar təsdiqləndi, yəni sualların səhv olması məsələsi təsdiqləndi və abituriyentlərin xeyrinə götürüldü. Bu videomuzda səhv sualla əlaqəli yox, səhv meyarla əlaqəli öz qarşıma çıxan məsələni sizin də diqqətinizə çatdırmaq istəyirəm. Burada biz situasiya sualına diqqət etsək, deməli 89-cu sualda, ikinci qruplarda Şamaxının Dağıstanlıların hücumundan müdafiə etmək üçün mənbədə göstərilən xanlığın, yəni söhbət burada Quba xanlığından gedir. Mənbə dedikdə bu yuxarıdakı deməli mətndən söhbət gedir. Quba xanlığı ilə Şamax xanlığı arasında olmuş razılaşmanın şərtini yazın. Deməli bu razılaşmanın şərtini biz mənbə olaraq Azərbaycan tarixi 8-ci sinif, biz burada onun deməli çap tarixində sizə göstərim. 2023-cü il 30 mayda çapa imzalanmışdır. Yəni köhnə kitab deyil. Hal-hazırda 2025-ci il üçün keçərli bir kitabdır. Həmin bu kitabın 18-ci paragrafında, yəni səhifə 97-də bu məsələ öz əksini tapmışdır. Diqqətlə baxsaq, əldə edilən razılaşmaya görə, yəni burada söhbət Quba və Şəki xanlıqları arasında olan razılaşmadan gedib. Əldə edilən razılaşmaya görə birincisi Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi və ikinci şərti isə əvəzində Şamaxı xanlığı hər il Quba xanlığına müəyyən miqdarda xərac verəcəkdir, xərac ödəyəcəkdir. Və burada siz əsasən nəyə diqqət edin? Deməli 89-cu sualda biz meyarımıza diqqət edək. Fikir verirsinizsə, meyarımız yalnız ikinci hissəni verib. Yəni Şamaxı xanlığı hər il Quba xanlığına müəyyən qədər xərac və ya bac verəcəkdir. Yəni burada ikinci hissə öz əksini tapmışdır. Lakin bu birinci hissədə göstərilən, yəni Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi məsələsi meyar kimi verilməmişdi. Əslində isə verilməli idi. Çünki şagird burada diqqət edin, 89-cu sualda belə bir cavab yazıb. Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qoruyacağına söz verildi. Yəni şagird burada, yəni kitabda, mənbədə göstərilmiş meyarın, məlumatın əsasını yazıb, lakin şagirdə heç bir bal verməyiblər. Burada diqqət edək, 89-cu sualda deməli 0 balla qiymətləndirilib. Yəni burada problem ondan ibarətdir ki, əsas meyar kənarda qalıb. Yəni əsas meyar da nədir? Yenə də diqqət edək dərsliyimizə. Əsas meyarımız odur ki, Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi. Bu əsas şərt idi. Növbəti şərti isə əvəzində isə Şamaxı xanlığı hər il Quba xanlığına müəyyən miqdarda xərac verəcəkdir. Yəni ikinci hissəni meyar olaraq götürüblər, amma birinci hissə isə meyar kimi hesab edilməyib. Halbuki şagirdlərimiz bunu düzgün şəkildə cavab formasında yazıblar. Sağ olun.